Salam dəyərli izləyicilər, əziz tələbələr. Bugün mən sizlər üçün ali riyaziyyatdan kompleks dəyişənli funksiyalar nəzəriyyəsi bölməsindən kompleks dəyişənli funksiyanın izolə edilmiş məxsusi nöqtələrini şərh edəcəm. Əvvəlcə məxsusi nöqtələri yada salaq. W bərabərdir FZ funksiyasının analitik olmadığı, həm də təyin olunmadığı nöqtələrə məxsusi nöqtələr deyilir. Məxsusi nöqtələrdə iki cürədir. Bir var sonlu məxsusi nöqtələr, bir də sonsuz uzaqlaşmış məxsusi nöqtə. Deməli, birinci sonlu məxsusi nöqtələr, İkinci, sonsuz uzaklaşmış məxsusi nöqtələr. Bunu misal üzərində də göstərəcəm. Yəni biz izolə edilmiş bugünkü mövzumuzu şərh eləyəndə, ona aid misal göstərəndə məxsusi nöqtənin tapılmasından istifadə edəcəyik. Bunu nəzərə alıb bir dənə misal göstərək ki, məxsusi nöqtə kompleks dəyişənli funksiyada necə təyin olunur. Tutaq ki, belə bir funksiya verilib. Fz bərabərdir z bölünsün z plus 1 vuraq z plus 2'nin kvadratı. Deməli, dedik ki, bir sonlu məxsusi nöqtələr o təyin olunur bu funksiyanın təyin olunmadığı nöqtələr vasitəsilə. Yəni, məxrəcin sıfırlarını tapıram. Z plus 1 vuraq z plus 2'nin kvadratı bərabərdir 0. Buradan çıxır ki, Z1 bərabərdir mənfi 1'ə və Z plus 2 0 olanda Z2 bərabərdir mənfi 2'yə. Deməli, sonlu məxsusi nöqtə 2 dənədir. Və ikinci sonsuz məxsusi nöqtə isə Z bərabərdir. Məsələn, Z3 deyə bu sonsuzluq nöqtəsi nəzərdə tutulur. Deməli, sonsuz uzaqlaşmış məxsusi nöqtə Z bərabərdir sonsuzluq nöqtəsidir. Biz misal həllində izolə edilmiş məxsusi nöqtələr şərh eləyəndə məxsusi nöqtələri bu cürə təyin eləyib sonra mövzumuzu davam eləyəcəyik. İndi mən izolə edilmiş məxsusi nöqtənin tərifini verəcəm. Tərif W bərabərdir Fz funksiyasının Z bərabərdir Z0 məxsusi nöqtəsi ətrafında ona yaxın heç bir məxsusi nöqtəsi yoxdursa, bu halda Z0 nöqtəsinə Fz funksiyasının izolə edilmiş məxsusi nöqtəsi deyilir. Onu da qeyd eləyək ki, funksiyanın Lorentz sırasına ayrılışından istifadə etməklə onun izolə edilmiş məxsusi nöqtəsinin ətrafında özün necə apardığını təyin eləmək olar. Məsələn, funksiyanın Lorentz sırasına ayrılır, sonra o funksiyanın izolə edilmiş məxsusi nöqtə ətrafında özün necə apardığını təyin etmək mümkün olur. Tərifdən aydın olur ki, Z bərabərdir Z0 nöqtəsinin elə ətrafı var ki, bu nöqtə müstəsna olmaqla Fz funksiyası həmin ətrafda analitikdir. Və izolə edilmiş məxsusi nöqtənin də üç növü var. Bunlar hansılardır? Bir deyim. Birinci,
aradan qaldırıla bilən məxsusi nöqtələr, ikinci polislər, üçüncü təbii məxsusi nöqtələr, İndi mən bir-bir bu izolə edilmiş məxsusi nöqtələrin növlərini şərh edəcəm. Sonra onlara sonda misallar göstərəcəyik. Birinci aradan qaldırıla bilən məxsusi nöqtəni şərh edək. Yəni aradan qaldırıla bilən məxsusi nöqtənin tərifini verək. Tərif. W bərabərdir fz funksiyasının izolə edilmiş z bərabərdir z0 məxsusi nöqtəsi üçün sonlu limit z yaxınlaşanda z0-a fz limiti varsa, bu halda z0 nöqtəsinə fz funksiyasının aradan qaldırıla bilən məxsusi nöqtəsi deyilir. Yəni tərifdən aydın olduğu kimi W bərabərdir z funksiyasının z bərabərdir z0 məxsusi nöqtəsində bu nöqtəsi üçün bu limit varsa, onda z0 nöqtəsini fz funksiyasının aradan qaldırıla bilən məxsusi nöqtəsi deyil. Deməli, biz misal eləyəndə funksiya verilib, onun hansı tip məxsusi nöqtə olduğunu təyin etmək üçün, izolə edilmiş məxsusi nöqtə təyin etmək üçün bu limiti hesablayacaq. Əgər bu limit varsa, onda z0 nöqtəsi aradan qaldırıla bilən məxsusi nöqtədir. İkinci isə polislardır. Yəni, ikinci polisun tərifini verək. Tərif. W bərabərdir fz funksiyasının izolə edilmiş z bərabərdir z0 nöqtəsi üçün limit z yaxınlaşanda z0 fz bərabərdir sonsuzluq olarsa, bu halda z0 nöqtəsinə fz funksiyasının poliusu deyilir. Deməli, bayaq dediyim kimi, burada da funksiyanın z yaxınlaşanda z0-a, izolə edilmiş məxsusi nöqtəyə yaxınlaşanda z, bu limit sonsuzluğa bərabərdirsə, onda z0 nöqtəsi polius olur. Və üçüncü təbii məxsusi nöqtənin tərifini verək. Tərif. W bərabərdir fz funksiyasının izolə edilmiş z bərabərdir z0 məxsusi nöqtəsi üçün limit z yaxınlaşanda z0-a fz limiti yoxdursa, z0 nöqtəsinə
FZ funksiyasının təbii məxsusi nöqtəsi deyilir. Təbii məxsusi nöqtəsi deyilir. Və 3 növ məxsusi, izolə edilmiş məxsusi nöqtənin hər birinin tərifi bu şəkildə verilir. Yuxarıda verdiyimiz tərifə görə biz belə deyə bilərik. Yuxarıda verdiyimiz tərifə görə Z bərabərdir Z0 məxsusi nöqtəsi FZ funksiyasının izolə edilmiş məxsusi nöqtəsidirsə, onda həmin nöqtənin elə 0 kiçikdir Z minus Z0 kiçikdir E ətrafı var ki, bu ətrafda FZ funksiyası analtikdir. Deməli, bu ətrafı biz halqa kimi də qəbul edə bilərik. Bu halqa təşkil edir. Onda FZ funksiyasını Z bərabərdir Z0 nöqtəsinin ətrafında Lorentz sırasına ayırmaq olar. Yəni, FZ bərabər olar. Cəm n mənfi sonsuzluqdan müsbət sonsuzluğa Cn vuraq Z minus Z0 üstü n. Buna deyək bir düsturu. Yəni, bu şərt ödənildikdə FZ funksiyası bu halqada analitik olduqda Z bərabər Z0 nöqtəsinin ətrafında FZ funksiyasını Lorentz sırasına ayırmaq olar. Lorentz sırasının ayrılışı ifadəsi vasitəsilə Z bərabərdir Z0 nöqtəsi, Z bərabər Z0, FZ funksiyasının hansı növ izolə edilmiş məxsusi nöqtəsi olduğunu təyin etmək mümkündür. İndi izolə edilmiş məxsusi nöqtələri düzgün təyin eləmək üçün biz Lorentz sırasının baş hissəsi və düzgün hissəsi ilə ayrılış düsturunu yazaq, çünki biz ondan istifadə eləyəcəyik. Beləliklə, Lorentz sırasının baş hissə və düzgün hissə ilə ifadəsi düsturlarını verək. Birinci, Z0 fərqlidir sonsuzluq. Məxsusi nöqtəsinin ətrafında məxsusi nöqtəsinin FZ bərabərdir n mənfi sonsuzluqdan mənfi 1-ə qədər Cn Z minus Z0 üstü n üstə gələk C0 cəm n0-dan n1-dən müsbət sonsuzluğa Cn Z minus Z0-ın üstü n. Buna 2 düsturu deyək. Qeyd edeyim burada. Funksiyanın FZ funksiyası Lorentz sırasının ayrılışı bu şəkildə təyin olunur. Z0 fərqlidir 0 olduğunda. Burada bu hissə baş hissə adlanır. Baş hissə və bütün bu hissə isə adlanır düzgün hissə. Düzgün hissə. Bunu da deyim ki, C0'ın alınması N0'dan sonsuzluğadır. N'in yerinə 0 qoyanda C0. Bunu da nəyə görə yazılır? Düzgün C0
bu ayrılışı yazanda FZ funksiyasının S0 düzgün hissəyə aiddir. Yəni burada n sıfırdan sonsuzluğa da sıfırı nəzərə almışaq. O sıfır S0'a çevrilir. Çünki Z0'ın üstü sıfır vahidə bərabərdir. S0 verdi və düzgün hissədə S0'ı düzgün görmək üçün belə daha məqsədə uyğundur. İkinci, Z bərabərdir sonsuz uzaqlaşmış nöqtəsi üçün Loran sırası FZ bərabərdir. En mənfi sonsuzluqdan mənfi 1'ə qədər Cn Z minus Z0'ın üstü n plus S0 və plus cəm n 1'dən müsbət sonsuzluğa Cn Z minus Z0'ın üstü n, buna deyək 3 düsturu. İndi burada düzgün hissə Z bərabərdir sonsuzluq məxsus nöqtəsi üçün bax, düzgün hissə olur bu hissə, düzgün hissə. Bayaq dedim, düzgün hissədə S0 iştirak edir. Burada da n mənfi sonsuzluqdan 0'a qədərdir. 0'ı nəzərə alanda S0 olur. N mənfi sonsuzluqdan mənfi 1'ə yazdıq və üstə gəl n 1'dən müsbət sonsuzluğa Cn Z minus Z0. Bu isə baş hissə olur. Burada bu baş hissə olur. İndi mən izolə edilmiş nöqtələrin növləri üçün teoremlər verəcəm. Yəni, izolə edilmiş Z0 nöqtəsi hansı şərti ödədikdə o aradan qaldırıla bilən məxsusi nöqtə olur, polis olur və yaxud təbii məxsusi nöqtə olur. Teorem 1. Teorem 1. Z bərabərdir Z0 nöqtəsinin FZ funksiyasının aradan qaldırıla bilən məxsusi nöqtəsi olması üçün zəruri və kafi şərt FZ-in həmin nöqtə ətrafında Lorentz ayrılışında baş hissənin iştirak etməməsidir. Yəni, bütün Cn-lərin sıfıra bərabər olmasıdır. Bunu aşağıdakı hallarla göstərək. Başqa sözlə, birinci, Z bərabərdir. Z0 fərqlidir sonsuzluq olduqda FZ bərabər olacaq. Sonlu sayda nöqtələrdən ibarət baş hissə sıfıra bərabər oldu. N sıfırdan müsbət sonsuzluğa Cn Z minus Z0 üstü N. Və bunu da açıb göstərmək də olar. N'in yerinə 0 yazanda bu olacaq C0. 1 yazanda olacaq C1. Z minus Z0'ın üstü 1. Üstə gəl C2. Bura Z minus Z0'ın üstü 2. Plus və s. Yəni, Z bərabər Z0 nöqtəsinin FZ funksiyasının aradan qaldırıla bilən məxsus nöqtəsi olması üçün Z0 fərqlidir sonsuzluq halında baş hissə 0 olması. Baş hissə bizdə baxaq bura. Baş hissə bu. Baş hissə 0'a bərabər olur. Və bizim FZ funksiyasında ancaq düzgün hissə qalır ki, bax yazmışıq burada. O da bu şəkildə təyin olunur. İkinci halı deyək. İkinci hal Z 0 bərabərdir sonsuz uzaqlaşmış nöqtə üçündür.
Yani ikinci halda z sonsuz uzaklaşmış z0 bərabərdir sonsuzluq nöqtəsi üçün məxsus funksiya Loran sırası olacaq. Fz bərabərdir n mənfi sonsuzluqdan 1'ə qədər Cn z minus z0'ın üstü n. Və bu baş hissə burada da 0 olur. Bax, baş hissə bu 0 olur. N mənfi sonsuzluqdan 1'ə qədər və şəkildə təyin olunur. Onda bu baş hissənin 0 olmasından burada 0'a qədər. N mənfi sonsuzluqdan 0'a qədər bu şəkildə təyin olunur. İndi növbəti teoremləri deyək. Teorem 2. Z bərabərdir Z0 nöqtəsinin Fz funksiyasının polüsü olması üçün zəruri və kafi şərt Fz'in həmin nöqtənin ətrafındakı Loran sırasındakı ayrılışında baş hissəsində sonlu sayda sıfırdan fərqli həddin iştirak etməsidir. Yəni birinci Z0 fərqlidir sonsuzluq məxsusi nöqtələri üçün Fz bərabərdir. Baş hissəsində sonlu sayda həddin iştirak etməsi olacaq S mənfi M Z minus Z0 üstü M üstəgəl S mənfi M plus 1 Z minus Z0'ın üstü M minus 1 plus və s. plus olacaq S mənfi 1 bölünsün Z minus Z0 üstü 1 yazaq və üstəgəl cəm n sıfırdan sonsuzluğa qədər Cn Z minus Z0 üstü n. Deməli, bu şəkildə təyin olunur. Fikir versəniz görərsiniz, deyir ki, baş hissəsində sonlu sayda həddin iştirak edir. Bax, baş hissəsindəki sonlu sayda hədd bundan ibarətdir. Və ikinci, Z0 bərabərdir sonsuz uzaqlaşmış məxsusi nöqtəsi üçün. Olacaq, Fz bərabərdir n mənfi sonsuzluqdan mənfi 1'ə qədər cəm n mənfi sonsuzluqdan mənfi 1'ə qədər Cn Z minus Z0'ın üstü n üstəgəl S0 S1 Z minus Z0'ın üstü 1 üstəgəl S2 Z minus Z0'ın üstü 2 və s. Cm Z minus Z0'ın üstü M. Bax, bu da baş hissəsində sonlu sayı, baş hissə bunlardan ibarətdir. Sonlu sayda həddin iştirak eləməsi. Bu da ki, düzgün hissədir. Bu teorem polislər haqqında verilən teoremdir. İndi Loran sırasının baş hissəsindəki hədlərin deyək ki, ən böyük həddi M-dirsə də ən böyükdür. M-ə poliusun tərtibi deyilir. M-ə poliusun tərtibi deyilir. Biz məsələ əlində poliusun tərtibini tapmağı öyrənəcəyik. Və indi polius haqqında aşağıdakı teoremlər doğrudur. Polius haqqındakı teoremlər deyəndən sonra təbii məxsusi nöqtə üçün də teorem verəcəyik.
İndi polislər haqqında əsas teoremlər. Bunlar mən teorem 1 iştirik, 2 iştirik belə şair eləyəcəm. Teorem 1 iştirik. Polislər haqqında birinci teorem. Polislər haqqında birinci teorem. Z0 fərqlidir sonsuzluq nöqtəsi fz funksiyasının m'inci tərtib polisi olması üçün zəruri və kafi şərt həmin funksiyanın fz bərabərdir fi z bölünsün z minus z0'ın üstü m şəklində göstərilməsidir. Teorem 2 iştirik. Qeyd edelim ki, teorem 2 iştirikdən biz birazdan məsələ həlində istifadə edəcəyik. Teorem 2 iştirik. Əgər z bərabərdir z0 nöqtəsi fz funksiyasının m tərtibli polisudursa, onda bu nöqtə 1 bölək fz funksiyasının m tərtibli sıfırıdır. M tərtibli sıfırıdır. Bu teorem 2 iştirik. Bir də bir teorem verəcək polis haqqında. O da belə polisin tapılması haqqında 3-cü teoremdir. Yəni nə vaxt polis təyin olunur. Belə bir teoremdir. Yazaq teorem 3 iştirik. Sonsuz uzaqlaşmış z0 bərabərdir sonsuzluq nöqtəsi fz funksiyasının m tərtibli polisi olması üçün zəruri və kafi şərt aşağıdakı şərtin ödənilməsidir. Fz bərabərdir fi z vurulsun z minus z0'ın üstü m. Bu şərt ödənməlidir. Burada fi z m sonsuzluq nöqtəsində analitikdir və fi sonsuzluq fərqlidir, sıfır şərti ödənilir. Fi sonsuzluq fərqlidir, sıfır şərti ödənilir. İndi z bərabər z0 nöqtəsinin fz funksiyasının təbii məxsusi nöqtəsi olması üçün zəruri kafi şərt teoremi dedik. Biz aradan qaldırıla bilən kəsilmə nöqtəsi üçün teorem 1 dedik, zəruri və kafi şərti və polislər haqqında dedik. Arada polislər haqqında teorem dedik. İndi isə dediyim kimi teorem 3 z bərabər z0 nöqtəsinin fz funksiyasının təbii məxsusi nöqtəsi olması üçün zəruri və kafi şərt teoremi. Teorem 3. Z bərabərdir z0 nöqtəsinin fz funksiyasının təbii məxsusi nöqtəsi olması üçün zəruri və kafi şərt fz'in
Z0 nöqtəsinin ətrafında Lorentz sırasına ayrılışının baş hissəsi A-halı, baş hissəsi Z0 fərqlidir sonsuzluq olduqda, sonsuzluq nöqtəsi üçün sıfırdan fərqli Z minus Z0 fərqinin mənfi dərəcəli hədlərindən ibarətdir. Mənfi dərəcəli hədlərindən ibarətdir. Hədlərini özündə saxlayır. B. Z0 bərabərdir sonsuzluq. Sonsuz uzaqlaşmış məxsus nöqtəsi üçün Z minus Z0 müsbət dərəcəli hədlərinin saxlanılmasıdır. Deməli, A halında Z0 fərqli sonsuzluqda Z minus Z0-ın mənfi dərəcəli hədlərinin saxlanmasıdır. Mənfi dərəcəli hədlərinin. B halında Z0 fərqli sonsuzluqda isə Z minus Z0 fərqinin müsbət dərəcəli hədlərinin saxlanılmasıdır. Beləliklə, biz bugünkü dərsimizdə kompleks dəyişənli funksiyaların izolə edilmiş nöqtələrinin şərh oldu və mən indi kompleks dəyişənli funksiyaların izolə edilmiş məxsus nöqtələrinin tapılması və polisların təyini, bunlara aid məsələ nümunələri göstərəcəm. Məsələ 1. Məsələ 1. Fz bərabərdir sinus 1 bölək Z minus 3 funksiyasının bütün məxsusi nöqtələrini tapın və onların növünü təyin edin. Həlli. Deməli, bizdə funksiya verilib Fz bərabərdir sinus 1 bölünsün Z minus 3. Mühazirəmizin əvvəlində dedim ki, funksiyanın məxsus nöqtələrini tapmaq üçün biz funksiyanın təyin olunmadığı nöqtələri və sonsuz uzaqlaşmış nöqtəni tapmalıyıq. Burada məsələnin birinci şərtinə görə funksiya təyin olunmayıb, Z minus 3 bərabərdir 0 olduqda, buradan alıram Z1 bərabərdir 3 nöqtəsi. Deməli, bu sonlu məxsusi nöqtədir. Bir də Z bərabərdir sonsuz uzaqlaşmış məxsusi nöqtədir. Beləliklə, verilən funksiyanın iki məxsusi nöqtəsi var. Z1 bərabərdir 3, Z2 bərabərdir sonsuzluq. İndi biz bu nöqtələrin, məxsus nöqtələrin növünü təyin edək. Növünü təyin etmək üçün aradan qaldırıla bilən məxsus nöqtənin, polisların və təbii məxsus nöqtələrin tərifə limitləri hesablayacağıq. Bu funksiyanın limitə əsasən deyəcəyik. İndi biz limitləri hesablayaq. Birinci limit Z yaxınlaşanda 3'ə, məxsusi nöqtə 3'dür. Olacaq funksiya Fz bərabərdir. Limit Z yaxınlaşanda 3'ə. Sinus 1 bölək Z minus 3. Kənarda deyirəm, bax 1 bölək Z minus 3 Z 3'ə yaxınlaşanda
Bu sonsuzluq verir. Burada sinüs sonsuzluq olduğundan bu limit yoxdur. Yəni bax bu limit yoxdur. Onda biz də demişdik ki, məxsus nöqtəyə yaxınlaşanda z limit əgər yoxdursa da o təbii məxsus nöqtə adlanır. Təbii məxsus nöqtə. Deməli burada z 1 bərabərdir 3 təbii məxsusi nöqtədir. İndi ikincini hesablayaq. İkinci məxsusi nöqtəmiz z sonsuzluqdur. Limit z yaxınlaşanda sonsuzluğa fz bərabərdir. Limit z yaxınlaşanda sonsuzluğa sinus 1 bölək z minus 3 və burada da z sonsuzluğa yaxınlaşanda 1 bölək sonsuzluq sıfıra yaxınlaşır. Sinus sıfırda sıfır olduğundan verilən limit sıfıra bərabər olur. Deməli z2 bərabərdir sonsuzluq birinci hal aradan qaldırıla bilən təbii məxsus nöqtə. Aradan qaldırıla bilən məxsus nöqtədir. İki məxsus nöqtəmiz birinci z1 3 təbii məxsus nöqtə oldu. İkincidə z2 sonsuzluq aradan qaldırıla bilən məxsusi nöqtə oldu. Beləliklə bu funksiyanın fz bərabərdir. Sinus 1 bölək z minus 3-ün 2 məxsusi nöqtəsindən biri təbii məxsusi nöqtə oldu. Z1 bərabərdir 3. Z2 bərabərdir sonsuzluğu isə bu aradan qaldırıla bilən məxsusi nöqtə oldu. İkinci misala baxaq. Misal 2. Belə bir funksiya verilib. Fz bərabərdir 1 bölək z minus 2 funksiyasının məxsusi nöqtələrini tapın. Funksiyasının məxsusi nöqtələrini tapın. Və onların növünü təyin edin. Poliusa görə tərtibi müəyyən edin. Poliusa görə, əgər varsa poliusa görə tərtibi müəyyən edin. Həlli. Əvvəlcə məxsusi nöqtələri tapırıq. Sonra o məxsusi nöqtələrin növünü təyin eləyək və polius varsa poliusun tərtibini tapaq. Birinci tapırıq məxsusi nöqtələri. Məxrəcin sıfıra çevrildiyi z-2 bərabərdir 0. Buradan alıram ki, z1 bərabərdir 2. Bu sonlu məxsusi nöqtədir. Bir də dedik ki, ikinci z2 bərabərdir sonsuzluq. Sonsuz uzaqlaşmış məxsusi nöqtədir. Beləliklə bu funksiyanın iki məxsusi nöqtəsi var. Z1 bərabərdir 2, bir də Z2 bərabərdir sonsuzluq. İndi onun növünü təyin edək. Hər iki halda verilən funksiyanın limitini hesablayırıq. Limit Z yaxınlaşanda 2-yə
Funksiyamızı yazaq birbaşa. 1 bölək z minus 2. 2'ye yaxınlaşanda məxrəc 0, bu verdi sonsuzluq. Sonsuzluq verirsə, z1 bərabərdir 2, bu funksiyanın polüsüdür. Deməli, funksiyanın limiti, bayaq dedik, polüsün tərifini verərkən, əgər limit z yaxınlaşanda z0'a fz sonsuzluqdursa da, onda bu polüsdür. Polüs. O birisini də tapaq. Limit, sonra polüsün tərtibini təyin edək. Limit z yaxınlaşanda sonsuzluğa 1 bölək z minus 2. Bax, sonlu ədəd 1 bölək sonsuzluq 0 verir. Bu da 0 da birinci hala aiddir. Yəni, birinci haldır. Yəni, aradan qaldırıla bilən məxsusi nöqtədir. Qeyd eləyək. Buradan çıxır ki, z2 bərabərdir sonsuzluq. Aradan qaldırıla bilən məxsusi nöqtəsidir. Məsələn, ikinci hissəsində həll elədik. Məxsusi nöqtələri tapdıq, onun növlərini tapdıq. Polüs, bir də aradan qaldırıla bilər. İndi bizim qalıb polüsa görə tərtibi teorem 2 iştirik dedik polüslər haqqında. Ondan istifadə edir. Teorem 2 iştirikə görə limit z yaxınlaşanda 2'ye olacaq fz vuraq z minus 2 teorem 2 iştirikə görə. Bu da bərabərdir limit z yaxınlaşanda 2'ye funksiyanın qiymətini yerinə yazırıq. 1 bölək z minus 2 vuraq z minus 2. Bu da bərabərdir vahidə. Vahid də fərqlidir sıfırdan. Deməli, onda teoremə görə z1 bərabərdir 2 polüsünün tərtibi vahidə bərabərdir. Tərtib 1'ə bərabərdir. Və məsələnin 3 hissəsini də biz həll eləmiş olduq. Polüsün tərtibi 1'ə bərabərdir. Məsələ 3. Məsələ 3. Fz bərabərdir z plus 2 bölünsün z kvadrat minus 4 vuraq z minus 2'nin kvadratı funksiyasının A bəndi. Bütün məxsusi nöqtələrini tapın. Bütün məxsusi nöqtələrini tapın. B bəndi. Məxsusi nöqtələrin növünü təyin edin. Məxsusi nöqtələrin növünü təyin edin və C halı poliusların tərtibi varsa tərtibini tapın. Poliusların tərtibini tapın. Həlli. Əvvəlcə
Üç haldır gördüyünüz kimi, üç hal tələb olunur bizdən, üç şərti var məsələnin. Bütün məxsus nöqtələri tapın, məxsus nöqtələrin növünü təyin edin və polislərin tərtibini tapın. A-nı həll eləyək. Verilən funksiyanı bu şəkildə çevirirəm. Fz bərabərdir z plus 2. Bunu z kvadratı minus 4'ü məxrəcdə yazıram. Z plus 2 vuraq z minus 2. Z minus 2'nin kvadratı da burada var. Olacaq z minus 2'nin kubu. Bax, funksiyamız bu şəkildə olacaq. Məxrəcin sıfırlarını tapaq. Z plus 2 bərabərdir sıfırdan çıxır ki Z1 bərabərdir mənfi 2'ye. Z minus 2 bərabərdir sıfırdan çıxır ki Z2 bərabərdir 2'ye. Və sonsuz uzaqlaşmış nöqtədə Z3 kimi deyək ona bərabərdir sonsuzluq. 3 dənə məxsusi nöqtə var. Mənfi 2, 2 və sonsuzluq. Deməli, məsələnin birinci halını, A halını həll edək. Məxsus nöqtələrin növünü təyin eləyək. B. Limit Z yaxınlaşanda bu yaxınlaşmalarda limiti tapaq. Mənfi 2, 2 sonsuzluq. Mənfi 2'ye yaxınlaşanda Z plus 2 Z olacaq Z plus 2 Z minus 2'nin kubu. Diqqətlə baxın, çevirmədən sonraki funksiyanın qiymətini yazdım yerinə. Z plus 2'lər ixtisar olur və aldım limit Z yaxınlaşanda mənfi 2'ye 1 bölünsün Z minus 2'nin kubu. Z mənfi 2'ye yaxınlaşanda mənfi 4, mənfi 4'ün kubu. Məxrəc verir 60, mənfi 64, mənfi 1 bölü 64'e. Deməli, Z 1 bərabərdir mənfi 2, bu sonlu ədəd verdi, bu limit. Aradan qaldırıla bilən məxsus nöqtədir. Yazıram, Z 1 bərabərdir mənfi 2, aradan qaldırıla bilən. Bilən məxsus nöqtədir. Bunu tapdıq. İndi limit Z yaxınlaşanda 2'ye olacaq Z plus 2 Z plus 2 bölünsün Z plus 2 vuraq məxrəcdə Z minus 2'nin kubu. Bu da bərabərdir. İxtisarlarımıza aparırıq. Yenə də limit Z yaxınlaşanda 2'ye 1 bölək Z minus 2'nin kubu. Bu da bərabər oldu sonsuzluğa. Bu limit sonsuzluq olduğundan deməli Z2 bərabərdir. Z2 bərabərdir ki poliusdur. İndi qalıb bizim limit Z yaxınlaşanda sonsuzluğa, onu tapaq. Birincini silirik buradan. Limit Z yaxınlaşanda sonsuzluğa Z plus 2 bölək Z plus 2 vuraq Z minus 2'nin kubu. Z plus 2'lər ixtisar oldu. Limit Z yaxınlaşanda sonsuzluğa 1 bölək Z minus 2'nin kubu. Sürət sabitdir, vahid, məxrəc isə sonsuzluğa yaxınlaşır. Vahid bölək sonsuzluq deməli limitin qiyməti sıfıra. Bu isə Z3 bərabərdir sonsuzluq aradan qaldırıla bilən
məxsusi nöqtə oldu. Çünki bərabərdir, qiymət sonlu limit oldu. Aradan qaldırıla bilən. Aradan qaldırıla bilən məxsusi nöqtə oldu. İndi biz polisi təyin eləyək. Polisi təyin eləyək. Bax, bizdə polis z bərabərdir 2-dir. Teorem 2 iştirikə görə limit z yaxınlaşanda 2-yə, baxın, polis buradaydı. Z yaxınlaşanda 2-yə fz vuraq z minus 2'nin kubu. Bu bərabərdir. Limit z yaxınlaşanda 2'yə fz'in yerinə yazırıq. İxtisardan sonraki qiymətini 1 bölək z minus 2'nin kubu vuraq z minus 2'nin kubu bərabərdir, ixtisarlarımızı aparırıq. Bərabər oldu limit vahidə. Deməli, məxrəcdəki sıfırların tərtibi 3'dür. Polisun tərtibi də teorem 2 iştirikə görə 3 ilə tapdıq ki, bu da fərqlidir, 0 aldıq. Deməli, onda polisun tərtibi m bərabərdir 3 oldu. Beləliklə, verilən məsələdə 3 sualın 3'ü də həll olundu. Məxsusi nöqtələr Z1 mənfi 2, Z2 2, Z3 sonsuzluq. Z1 mənfi 2 aradan qaldırıla bilən məxsusi nöqtədir. Z2 bərabərdir 2 polisdir. Z3 bərabərdir sonsuzluq da aradan qaldırıla bilən məxsusi nöqtədir. Və Z2 bərabərdir 2 polisunun tərtibi m bərabərdir 3'ə. Beləliklə, məsələ 3'də həll olundu. Mən bununla da bugünkü mühazirəmizi bitirirəm. Gələcək yeni mühazirələrdə görüşənə qədər sağ olun, sağlıqla qalın.